A ədədi B ədədinin 7-2 hissəsinə C ədədi isə A ədədinin 6-5 hissəsinə bərabərdir. C ədədi 55 olarsa, A üstəgəl B cəmini tapın. Deməli, A ədədi, daha doğrusu C 55-dirsə, A-nı tapa bilərik buradan. 55 5-ə bölüb 6-ya vurarıq. Çünki A-nın 6-5 hissəsini C təşkil edirsə, deməli, hissəsinə görə ədədin tapılmasıdır. 55-i 5-ə böldük 11, 11-i də vursaq 6-ya 66. Və A ədədi də B-nin 7-2 hissəsidir. Deməli, B-ni də tapmaq üçün yenə hissəsinə görə ədəd tapırıq. 66-nı 2-yə bölüb 7-yə vurmaq lazımdır. 33 eləyir. 33-ü də 7-yə vursaq bir dəfə 2 yadda 231. Bizdən A üstəgəl B cəmi tələb olunur. 66 üstəgəlin üçün 231 bərabərdir 297.